Narkotik maddə, dərman və alkoqol asılılıqları və bunların fonunda yaranan psixi və davranış pozuntuları haqqında məlumat verəcəyəm. Xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə sırf psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir. Asıllığın iki növü vardır. Birinci böyük qrupa kimyəvi, yəni maddə asılılıqları daxildir. Bunların alt qrupuna narkotik maddə asılılığı, bunlara isə metamfetamin asılılığı, metamfetamin amfetamin qrupuna daxildir, kokain asılılığı, heroin asılılığı daxil edilir. İkinci psixotrop dərman asılılığı bunlara daxil edilir. Benzodiazepin asılılığı bunların sonu zepamla bitən dərmanlardır. Fenazepam, diazepam. İkinci isə pregabalin lirika asılılığı daxil edilir. Eyni zamanda bura alkoqol asılılığı və siqaret tütün asılılığı daxil edilir. İkinci böyük qrupu isə davranış asılılığı daxildir. Davranış asılılıqları dedikdə buraya sosial şəbəkələrdən asıllıq, sürətli videoları izləmək, internet, telefon asılılıqları, eyni zamanda müxtəlif oyun asılılığı, qumar asılılığı, cinsəl asıllıq, münasibət asılılıqları, alış-veriş asılılıqları, yemək yemə asılılıqları buraya daxil edilir. Asılılıqlar nədir? Asılılıqlar şəxsin hər hansısa bir stres faktorundan və yaxud da ki, keçirmiş olduğu keçmişdəki psixoloji travmalarından qaynaqlanan bir pozuntudur. Bu halda şəxs əgər ailəsindən ayrılmışsa və yaxud da ki, yaxınını itirmişsə, münasibətdə olduğu şəxsdən ayrılmışsa və yaxud da şəxsin sosial-ekonomik durumunda sıxıntı yaranmışsa, bankrot olmuşsa, borcu varsa və yaxud da şəxsdə genetik meyilliyin olması, şəxsin ailə üzvlərində asılılığı olan digər şəxsin olması, həmçinin şəxsin xarakteroloji cizgiləri, yəni şəxsiyyət özəllikləri, şəxs əgər depressiv tipdirsə, obsessiv tipdirsə və yaxud da ki, təşvişli tipdirsə, eyni zamanda şəxs borderline və antisosial şəxsiyyət tipidirsə, bu halda asılılıqların görülməsi ehtimalı yüksəkdir. Qeyd etdiyim bu faktorlardan biri və yaxud da ki, bir neçəsinin olması asıllığın yaranmasına təkan verir. Şəxs davamlı olaraq, gündəlik olaraq zaman irəlilədikcə artan dozada eyni maddəni və yaxud da ki, müxtəlif maddəni və davranışları istifadə edir, ifadə edir və bunların arasında olan interval, yəni müddət getdikcə qısalır, yəni daha tez-tez və daha sıx-sıx istifadə etməyə başlayır. Bu istifadənin ilkin etapında şəxs bunu maraq məqsədi ilə, yoxlamaq məqsədi ilə istifadə edir və düşünür ki, bunu sadəcə olaraq bir müddətdən sonra ata biləcəkdir. Lakin bir müddət keçdikdən sonra bədənin həmin maddəyə və ya da davranışa qarşı istəyi artır, marağı artır, bədən öyrəşməyə başlayır. Nəticə etibarilə bu hallar şəxsin ilkin etapda beyninə təsir göstərir. Xüsusilə də ki, ön beyin, ön pay, yəni frontal lob, alın payına təsir göstərir. Prefrontal korteks biz bildiyimiz kimi bizim duyğu, düşüncə və davranışlarımızın idarə olunmasında, qərar vermədə, planlama proseslərində iştirak edir və bu halda bizim diqqətimizi cəmləməkdə, diqqətimizin toplanmasında, diqqətimizin davam etdirilməsində iştirak edir. Əgər bu halda pozuntu yaranarsa, artıq şəxsdə qeyd etdiyim bu funksiyalar təhrif olunmuş olur. Şəxsin beyninə dözülməz və nəzarətsiz şəkildə həmin maddəyə və davranışa qarşı istək yaranır. Obsessiv düşüncələr yaranır və bu obsessiv düşüncələr gün ərzində şəxsin beynində cərəyan edir, şəxsin beynində fırlanır, dolaşır. Ona narahatlıq, gərginlik, tədirginlik, aqressivlik, əsəbilik, qıcıqlılıq yaradır. Şəxsdə agitasiya yaradır, impulsivlik yaradır. Nəticə etibarilə bu obsessiv düşüncələri aradan qaldırmaq məqsədi ilə həmin maddəni və davranışı yenidən əldə etmək məqsədi ilə şəxs kompulsiv, yəni ki, təkrarlanan davranışlar etməyə cəhdlər edir. Zaman keçdikcə şəxs istifadə etdiyi eyni maddəyə və yaxud da ki, müxtəlif maddəyə və yaxud da bu davranışdırsa, davranışlara qarşı daha çox ehtiyac duyur, daha çox istək yaranır. İstək artdıqca bədən daha çox onları tələb etməyə başlayır. Sanki orqanizmdə qüsurlu bir dövran yaranır. Nəticə etibarilə qeyd etdiyim bu obsessiv düşüncələr və icra olunan kompulsiv davranışlar fonunda dərmana və davranışa qarşı daha çox tələbat artdıqca, doza ehtiyacı artdıqca şəxsdə psixi və davranış pozuntuları formalaşmağa başlayır. Şəxs özünə nəzarəti itirir, şəxs idarə olunmaz bir vəziyyətə gəlir. İlkin etapda şəxs coşqulu, nəşəli, enerjili olur, enerji partlayışı yaşayır, enerji potensialı aşırı dərəcədə artmış olur, şəxsin yuxuya tələbatı
azalır. Şəxs ümumiyyətlə sutkalarla yata bilmir, yuxusuz vəziyyətdə olur. Yuxusuz olmağına baxmayaraq gündüz belə enerjili olur. Şəxsdə aclıq hissiyatı olmur, qidaya tələbatı azalır, az yeməyə başlayır, bir müddətdən sonra ümumiyyətlə yeməməyə başlayır. Bir müddət keçir və şəxs həmin bu maddəyə və davranışa qarşı get-gedə maraq, həvəs artır. Maddəni və davranışı təkrarlamaq və onu yenidən icra etmək tələbatı artır və həmin maddəyə qarşı tələbat artdıqca və maddəni axtarmağa davam etdikcə, lakin tapa bilmədikdə və yaxud da ki, davranışları təkrarlaya bilmədikdə şəxsdə çəkinmə sindromu, kəsilmə sindromu, yoxsulluq sindromu və yaxud da ki, buna detoks sindromu deyirik, yaranmağa başlayır. Bu halda şəxsdə narahatlıq, gərginlik, həyəcan, qorxu, təşviş, təlaş, tədirginlik yaranır. Şəxs qərarsız vəziyyətdə olur, agitəli vəziyyətdə olur, bir yerdə qərar tuta bilmir, otağın bir başından digər başına gedir, bir yerdə otura bilmir, oturur, qalxır, qalxıb yenidən oturur. Tədirgin və gərgin olur, emosional olur, impulsiv olur. Şəxs ətraf mühitlə konfliktə meylli olur, ətraf mühitə şiddət göstərir, vurub, sındırır, dağıdır, təhqir edir, söyüşlər ifadə etməyə başlayır. Şəxs bir müddətdən sonra maddəni tapmadıqca özünə xəsarət yetirməyə başlayır, əllərini, qollarını kəsməyə başlayır və yaxud da ki, əli vasitəsilə divara, şüşəyə təzyiqlər göstərərək əlində yaralanmalar yaranmağa başlayır. Ağırlaşmış hallarda həyəcan, təşviş artır, şəxsdə obsessiv düşüncələr artır, depressiya daha da dərinləşərək intihar düşüncələri yaranmağa başlayır, intihar girişimləri etməyə başlayır. Bu halda şəxsin üz ifadəsi dəyişir, alnı qırışır, göz bəbəkləri genişlənir, göz alması bərəlir, rəngi avazıyır, bəzən isə qızarır. Bu zaman şəxsin bədənində əsmə, tərləmə, titrəmə, soyuma, üşütmə, temperaturanın qalxması, bəzən isə isti basma halları müşahidə edilir. Ətraflarında uyuşma, keyimə, iynə batırma, qarışqa gəzmə hissiyatı yaranır. Bədənində dözülməz ağrılar yaranır. Ağrılar bütün bədən boyunca irradiasiya edir, yayılır. Ağrılar yanma, sancma, göynəmə, dartma, batma şəklində olur. Şəxs bir yerdə qərar tuta bilmir, gərgin olur. Sanki bütün sümüklərim və əzələlərim qırılır deyə ifadələr işlədir. Baş ağrıları, baş gicəllənmə, ürək bulanma, qusma halları olur. Bunun fonunda həmçinin gözün yaşarması, bulanlıq görmə, gözdə qaralma, görmədə çətinlik, midriyaz, yəni göz bəbəklərinin genişlənməsi, burun axması, burun suyunun sürətli gəlməsi, bunun fonunda şəxslər tez-tez burnunu çəkərlər. Dəridə quruma, avazıma, tüklərin biz-biz olması müşahidə edilir. Həmçinin bu şəxslərdə zaman irəlilədikcə cinsi istək azalır. Şəxs cinsi istəyindən aldığı marağı narkotik maddələrdən və həmin davranışlardan almağa başlayır. Funksionallığı aşağı düşür, əmək qabiliyyəti, iş qabiliyyəti aşağı düşür, rutin həyatı pozulur. Müəyyən bir müddətdən sonra orqanlarda patologiya yaranmağa başlayır. Ürək ritmi pozulur, qan damarları daralır, arterial təzyiq artır, bəzən beyinə qan sızmalar müşahidə edilə bilər. Tənəffüs sistemində də pozuntu yaranır, nəfəs darlığı yaranır, şəxs nəfəs alıb vermədə çətinlik çəkir. Sanki sinəsinin üstündə bir qaya daş oturubdur. Mədə-bağırsaq sistemi tərəfindən pozuntular yaranmağa başlayır. Şəxsin ağzında acılıq, udqunmada çətinlik, mədədə yanma, göynəmə, mədə-bağırsaq qıcıqlanmış, irritabl bir vəziyyətdə fəaliyyət göstərir. Bəzən isə ishal halları, yəni diareya müşahidə olunmağa başlayır. Maddəyə qarşı tələbat artdıqca orqanlarda çatışmazlıq formalaşır. Qaraciyər çatışmazlığı yaranır. Qaraciyər göstəriciləri artır. ALAT, ASAT, QGT artmış olur. Ağırlaşmış formalarda qaraciyər serrozu qaraciyər fibrozuna, böyrək çatışmazlığına gətirib çıxarır. Şəxsin immuniteti düşür. Maddəni tapa bilmədikdə şəxsdə gücsüzlük yaranır. Ataksiya yaranır. Şəxs yerində səndələyir. Koordinasiyası pozulur. Bəzi hallarda düşüncəsi itir. Huşu aydın olmur, şəxs harda olduğunu xatırlamır, bayılma halları, qıc olmalar, ürək getmə halları müşahidə oluna bilər. Şəxs sanki qıc olaraq 2 qat vəziyyətdə qalmış olur. Ağırlaşmış formalarda maddəni daha çox istifadə etdikcə, müəyyən bir müddətdən sonra doza artımı müşahidə edildikdə artıq ölüm halları baş verə bilər. Ölümün səbəbi isə ürəyin qəfildən dayanması, beyinə qansızma və ciddi orqan çatışmazlığıdır.
Bəzən isə ağırlaşmış formalarda şəxsdə psixoz halları, yəni psixotik pozuntular müşahidə edilməyə başlayır. Şəxsdə bu zaman produktiv, pozitiv, yəni müsbət simptomatika müşahidə olunur. Şəxs şübhələnir, şəxsdə sayıqlama ideyaları yaranmağa başlayır. Biz buna paranoyalar deyirik. Şəxs hər kəsdən şübhələnməyə başlayır. Xüsusilə də ki, alkoqol istifadələri fonunda qısqanclıq sayıqlamaları yaranmağa başlayır. Müəyyən bir etaplarda şəxsdə halüsinasiyalar olur. Görmə və eşitmə halüsinasiyaları. Xüsusilə də ki, metamfetamin istifadəsi fonunda şəxslərdə şizofreniyaya bənzər olan psixotik əlamətlər formalaşır. Sanki şizofreniya xəstəliyinin kliniki gedişatını xatırlatmış olur. Bəzən isə müayinə etapında müraciət etmiş pasientlərin valideynləri onun ruhi xəstəliyin olduğunu şübhələri ilə müayinəyə gətirirlər. Ümumiyyətlə, bu davranışsal asılılıqlar ilkin etapda uşaqlıq çağından başlayaraq əvvəlcə şəxsdə internet, telefon asıllığını, müəyyən bir etapdan sonra siqaret, tütün asıllığına, daha sonrakı etaplarda alkoqol asılılığı və daha sonrakı etaplarda isə artıq narkotik maddələrin asıllığına keçmiş olur. Dərman asılılıqlarına gəldikdə isə burada ilk növbədə benzodiazepin asıllığıdır. Benzodiazepinlər ümumiyyətlə psixotrop dərmanlar qrupuna aid edilir və bunlar anksiolitiklərdir, trankvilizatorlardır, yəni həyəcan təşviş əleyhinə olan dərman preparatlarıdır. Bunlar müalicəvi dərmanlardır. Bunlar adətən 2 həftə müddətində istifadə olunan dərmanlardır. Bu dərmanlar həkimin nəzarəti olmadan, qonşunun, qohumun, aptekin tövsiyəsi ilə uzun müddətə istifadə olunarsa, bu halda asılılıqlar yarada bilər. İkinci qrupda isə pregabalin lirika asıllığını qeyd edərdim. Pregabalin lirika ümumiyyətlə bunlar da psixotrop dərmanlar qrupuna daxil edilir. Pregabalin müalicəvi dərmandır. Normada bu dərmanlar psixiatriyada somatoform ağrı pozuntusunda, həyəcan təşviş pozuntusunda, yəni anksiyetədə, panik atakda, panik pozuntuda, epilepsiya xəstələrində, həmçinin ortopedik, yəni travmadan sonra şəxsdə yaranan ağrı pozuntularında, xərçəng xəstəliyi zamanı şəxsdə yaranan ağrı pozuntularında, şəkərli diabet zamanı yaranan ağrı pozuntularında, fibromiyalgiyalarda istifadə olunan müalicəvi dərman preparatıdır. Lakin bəzi şəxslər bunu həkim nəzarəti altında olmadan, xüsusən də ki, narkotik maddələri əvvəllər istifadə etmiş şəxslər artıq onu tərgitmək məqsədi ilə pregabalin lirika dərmanlarından istifadə edərək, doza həddini aşaraq və həkim nəzarəti altında olmadan əldə edirlər və istifadə etməyə başlayırlar və bu halda asıllıq formalaşmağa başlayır. Benzodiazepinlərin sonu zepamla bitir. Bunlara fenazepam, diazepam tip dərman preparatlarını misal gətirə bilərik. Qeyd etdiyim bu hər iki dərman qrupları psixotrop dərmanlardır və bunlar həkim psixiatrın nəzarəti altında 3 möhürlü resept əsasında, hal-hazırda isə son dövrlər elektron resept altında həkimin nəzarəti ilə müalicəvi tətbiq edilən dərman preparatlarıdır və bunlar həkim nəzarəti ilə təyin edilərək, həkim nəzarəti ilə azaldılaraq kəsilən dərman qruplarıdır. Əgər bunlara həkim göstərişi olmadan aptekin, qonşunun, qohumun tövsiyəsi ilə istifadə olunarsa, bu halda asılılıqlar yaranmış olar. Asılılıqlar müalicə olunan bir pozuntudur. İlkin etapda bu pozuntu 1 ay müddətində detoksikasiya olunur. 1 ay müddətindən sonraki etapda artıq burada yanaşı olaraq psixiatrik müalicəyə başlanılır və 3-6 ay müalicənin kritik dövrüdür və bu həkimin nəzarəti altında təqib olunmalıdır. 2 ilə qədər müalicə sürdürülə bilər. Şəxsin iradəsindən və ailə üzvlərinin dəstəyinə ehtiyac duyaraq şəxs müalicədə effekt görərək sağala bilər. Sizin psixiatr həkiminiz doktor Aytən Namazova.